Hülya xanım, deməli İnsan Akademiyasının Telegram kanalında maraqlı paylaşımlar edirsiniz. Mən onlardan bəzi qeydlər götürmüşəm. Orada istəyirəm ki, bu mövzular ətrafında biraz geniş danışaq. Birinci başlamaq istəyirəm insan niyə kin saxlayır məsələsindən. İnsan niyə kin saxlayır? İnsanın kin saxlaması barədə məşhur psixoanalitiklər ciddi fikirlər söyləyiblər və kin saxlamanın kökündə ciddi səbəblərin olduğu qənaətinə gəliblər. Əsas fikir bundan ibarətdir ki, kin o zaman meydana çıxır ki, biz kimisə öz şəxsi sərhədlərimizin daxilinə buraxırıq. Burada birinci növbədə biz bilməliyik ki, şəxsi sərhədlər nədir? İnsanın bir neçə şəxsi sərhədlər anlayışı var ki, bu şəxsi sərhədlər intellektual sərhədlər, sonra bəzi səmimi sərhədlər və bunlardan biraz geniş mövzuda danışa bilərik. Gələcəkdə bu mövzunu daha geniş bir şəkildə qoyub müzakirə edərik. Amma əsas mövzumuz burada kin olduğuna görə biz şəxsi sərhədləri belə qısa bir şəkildə belə izah edə bilərik ki, kiməsə səmimi qəlbdən bel bağlayırıq. Və bu, yəni səbəblərdən biri olaraq kiməsə səmimi qəlbdən bel bağlayırıq və o adamı öz şəxsi sərhədlərimizin içərisinə buraxırıq. Hətta daha da irəli gedərək onu həyatımızın əsas peykinə, etibarlı adama, mərkəzə çəkirik və müəyyən dövrdən sonra ya həmin adam bizim gözləntilərimizi doğrultmur, ya etibarımıza layiq olmur, ya hansısa bir məsələlər alınmır və həmin adamla münasibətlərimiz korlanır. Əslində kin bu münasibətlərin korlanması zamanı meydana çıxmaz. Kin həmin adamı şəxsi sərhədlərimizin içərisinə buraxıb sirlərimizi paylaşmaqdan doğar. Yəni biz o adama etibar eləmişik. Əslində o qəzəb deməli bizim özümüzədir. Yaranan kin. Burada da qəzəb iki növə bölə bilərik buna. Biri autoagresiya, yəni özümüzə ki, mən səni niyə bu qədər yaxına buraxdım, mən bu qədər saf oldum, ya bu qədər etibar edən oldum. Ya da ki, həmin adama qarşı qəzəb doğurar ki, sən mənim etibarımı niyə yerlə yeksan elədin? Yəni iki cür qəzəb şəklində büruzə verir və bu insanın içərisində toplanar və toplandıqca insanın zehnində hətta sonsuz dialoqlara gətirib çıxarar. İnsan beynində həmin adamla dalaşar, həmin adamla mübahisələr eləyər, həmin adamla dialoqlara girər və bu dialoqlar uzandıqca kinin müddəti uzanar. Kin isə əgər İbn Sina təbabəti baxımından baxsaq, insanın orqanizmini dağıdan ən dəhşətli emosiyalardan biridir. Kifayət qədər psixosomatik səbəbləri var və orqanizmi mədə, bağırsaq və öd sistemini dağıdıcı qüvvəyə malikdir. Yaşadığım bir şey danışmaq istəyirəm. Elə mən deyir insan özünə şey eləməz, belə qürur duymağı pis şeydir. Amma həmişə fikirləşmişəm ki, əgər özümü tərifləyəsi bir şeyim olsaydı öz daxilimdə, fikirləşərdim ki, mən kin saxlamağı bacarmıram. Yəni özümü o cəhətdən çox şey istəyirdim ki, afərin mənə. Mən kin saxlamağı bacarmıram. Amma mənim 11-ci sinif həyatımı məhv edən bir qadın var idi. Mən o qadının öldüyünü eşidəndə ürəkdən ona bir Allah rəhmət eləsin deyə bilmədim. Onda özümə çaşdım ki, deməli mən çox böyük kin saxlamışam. Özüm də bilmədən. Amma elə qürurlanırdım ki, ayda mən kin saxlaya bilmirəm ki, heç qəti. Bu şey mənə o qədər ağır təsir elədi ki, mən niyə qəlbimdə kin saxlayıram? Bunun səbəbi nədir? Siz məsələn şeydə yazmısınız ki, səhifədə də insan kin saxlayırsa bir səbəbi də onu özündən uzaqlaşdırmaq istəməməyidir, həmin adamı buraxmaq istəməməyi. Axı o adam mənim nə qohumum deyil, o adam mənim nə belə doğmam deyil, nə mən onu belə şəxsi sərhədlərimdən içəri buraxmamışam. Sadəcə olaraq o adam o dövrdə mənim həyatımı həqiqətən korlayıb. Mən o adama niyə ki hələ də kin saxlayıram? Bunun da qəribə bir izahatı ola bilər. Birinci növbədə biz məsələlərə şuurüstü yoxsa şuuraltı baxdığımızı müəyyənləşdirməliyik. Şuurüstü məsələlərdə biz hətta kinimizin olmadığı qənaətinə də gələ bilərik. Amma hansısa sərhəd anında, hansısa bir hadisənin gedişində, hansısa bir problemlə üzləşəndə qəfildən şuuraltı meydana çıxır və mən fərqinə varıram ki, mən bu adama kin tuturammış, bu adam mənim həyatımda var imiş. Elə bu baxımdan da biz hələ şuuraltının onu orada niyə saxladığını
Biz bəzən ölüləri, dırnaqarası ölüləri zehnimizdə toplayaraq böyük bir qəbirstanlıq yaradarıq. Və o qəbirstanlıqda o ölüləri niyə saxladığımızın səbəbi yenə də şuur altında gizlidir. Onun bir səbəbi bizim orada o anda, o xatirədə qalmağımız ki, bəzən bu xatirə bizim üçün niyə əziz bir ana çevrilir? Çünki orada mən 11-ci sinifdəyəm, orada mən təcrübəsizəm, orada mən həvəskaram, orada mən yeni başlayıram. Və o yeni başlayanda oradakı o fiaskonu yadda saxlayaraq bir də bunu əziz xatirəyə çevirirəm və bu əziz xatirənin kökündə müdafiə dayanır. Çünki bizim ümumiyyətlə şuuraltı və şuurüstü proseslərimizin əsas bir dənə hədəfi var. Neyrofizioloqlar deyirlər ki, beynin ən böyük hədəfi sağ qalmaq uğrunda mübarizədir. Keçən dəfəki verilişdə dediyimiz kimi pislikləri yadda ona görə saxlayır ki, belə bir hadisə ilə üzləşən zaman əlimizdə dəqiq bir proqram olsun. Hə, hər ehtimala qarşı olsun. Bəli, bu zaman artıq sizinlə həmin kişini yox, o kişini orada saxlayan qorxunu işləmək lazımdır. Hə, deməli kökdə bir qorxu var. Və bu qorxu var ki, o qorxu həmin hadisənin yenidən təkrarlanacağından, yeni hadisəni üzləşəcəyi və həmin hadisəni üzləşən zaman əldə bir proqramın olmasından yəni ehtiyatlı görür. Hə, hər ehtimala sən bunu silmə ki, növbəti nəsə olsa, burada oyladığında daha yaxşı olur, daha təcrübəli. Burada da sizdəki halda daha çox xatirədən daha çox, ki, xatirə məsələsi də var, xatirədən daha çox ehtiyat proqramıdır. Əldə bütün proqramlar var. Belə bir cümlə demisiniz. İnsan cismən yaşayanda ancaq cismani problemlərlə üzləşir. Bu mövzunu da biraz genişləndirsək. İnsan dünyada maddi və mənəvi yaşamalıdır. Bu bir tələbdir. Bəzi insanlar üçün yalnız maddi olaraq yüksəlişlər baş verir. Hətta çox vaxt cəmiyyətdə rast gəlirik, deyirlər ki, məsələn, filan kəsin heç belə düz əməlli mənəviyyat yoxdur, amma hansısa bir məqamlara gedib çatıb, vəzifələrə çatıb, imkanı, pulu. Dünya fizika qanunları ilə idarə olunur. Göyə atdığınız daş mütləq şəkildə gəlib yerə düşəcək. Hətta ariflərdən 2 dənə böyük şəxsiyyət, İbn Sina və digərinin adını unutmuşam, böyük bir səyahətə çıxırlar. Bu ariflərdən biri oturduqları yerdə ləyəni yuxarıda saxlayır. Deyir, bax, mən ləyəni yuxarıda saxlayıram. Bu ləyəni yuxarıda saxlamağım sənin bu dünya fizika qanunlarının idarə olunur fikrini alt-üst eləyir. Deyir, mənim fizika qanunları bu yer kürəsində yenə işləyir. Amma ləyəni yuxarıda saxlayır, o fizika qanunlarının sahibi olan güclü iradədir. Və bu məsələdə bundan bu qənaətə gələ bilərik ki, əgər insan cismani yaşayırsa, o güclü iradə ona yalnız cismani problemlər göndərir. O yalnız cismani yola çıxıb. Onun daha çox problemləri cismani xəstəliklərlə, maddi məsələlərlə və daha çox maddi tərəfin gətirdiyi problemlərlə olur. Amma insan ki, yalnız o maddi tərəfin getdiyi istiqamətlə gedirsə, mənəvi tərəf yoxdursa, biz bunun nümunəsini harada görürük? Biz bunun nümunəsini Hitlerdə gördük, biz bunun nümunəsini Stalində gördük, biz bunun nümunəsini bu dəqiqə bütün failləri dünya aləmə car olan şəxslərdə gördük ki, bunlar yalnız cismani yaşayırlar, onların cismani problemlər maraqlandırır və onlar ancaq cismani problemlərinin gündəmə gəlməsi ilə məlumdur. Onların mənəvi problemi olmaz. Mənəvi katarsisləri, mənəviyyat yoluna çıxan adamlar qarşılaşarlar. Və mənəvi katarsisin bloklanması maddi olaraq insan bədənində psixosomatik xəstəlikləri gətirib çıxardar ki, bunu həkimlər geri qaytarar. Deyərlər ki, tibbdə bunun izahatı yoxdur, tibb bu xəstəliyi müalicə eləyə bilmir, elə bunun qarşısında acizdir. Çünki onun o maddiləşdirdiyi məsələlərin maddi cavabı olmayacaq. Hə, əslində mənəvidən gəlir o. Yenə onun cavabı mənəvidir, amma mənəvi bloklandığına görə, mənəvi blok atıldığına görə ona mesaj gəlmir. Və heç onun fərqində də yoxdur ki, onun siyahısında belə bir necə deyərlər, mesaj gələcək bir mənbə var. Həyat yoldaşım qəzəbli olanda ona nifrət edirəm, hədiyyə alanda onu sevirəm. Bu necə baxış bucağıdır, bu necə yanaşmadır? İnsanlar arasında şərtlənmiş münasibətlər olanda, insanların bir-birlərinə münasibəti çox qəribə bir şəkildə nələrəsə bağlı olur. Bu
dəfələrlə mənim qarşıma çıxır və əksər insanlar yəni tövsiyə istəyəndə ya nəsə bir mesaj yazanda bundan əziyyət çəkdiyini dəfələrlə müşahidə eləmişəm. Bu sən mənə yaxşısansa, mən sənə yaxşıyam. Sən mənə pissənsə, mən sənə pisəm. Aksiomu ilə izah olunur. Məsələn, daha da biraz dərin açaq. Bunun kökündə nə yatır? Bunun kökündə uşaq vaxtı sevginin şərtlənməsi dayanır. Məsələn, mən uşağımı 5 alanda sevib konfet vermişəm, 2 alanda cəzalandırmışam. Hə. O proses gətirib insan hətta ailəsinə də onu və ailəsinə, sevgi münasibətlərinə tətbiq edir və bu sevgi münasibətlərində şərtlənmə meydana çıxır. Bu şərtlənmə mütləq şəkildə, hətta bunu məsələn insanların Allaha münasibətində, ibadətdə, sonra müdirlərinə münasibətdə və hər bir şeydə görə bilərik. Məsələn, maaş artır, o kollektiv onun üçün yaxşıdır. Orada hər şey qaydasındadır. Amma elə ki maaş yoxdur və yaxud da ki biraz gecikir və yaxud da ki həmin kollektivdə biraz münasibət soyuyur, orada məsələ insanlardır. İnsan həyatı insanlara görə tənzimləyir. Xarici amillərə görə tənzimləyir. Öz daxili motivasiyası yoxdur. Nə istədiyini bilməyən adamdır. Qarşısına şərt qoyur. Sən mənə eləcə, mən də sənə elə. Nə istədiyini bilməməkdən daha çox ümumiyyətlə həyatda nəyinsə xatirinə yaşamaqdır. Nəyinsə xatirinə. Bu daha çox təhlükəsizlik proqramıdır. Bu təhlükəsizlik proqramında insan daha çox istəyir ki, o rahat olsun, komfortu pozulmasın. Mənfəət güdür də ancaq. Mənfəətdən daha çox qorxular var bunun kökündə. Nəsə olar. Məsələn, hər dəfə o münasibət pozulanda ki, həyat yoldaşı qəzəbli olanda ona qarşı hücuma keçir ya da onunla münasibət korlanır. Onda onun qorxuları yatır ki, bu əvvəlki dəyişiklik cənnət yoxa çıxar. O cənnətin itirilməsi qorxusu yatır onun altında. O hal, o hərəkət, o sevginin itirilməsi, hətta sevginin itirilməsi qorxusunu insanlar xəstəliklər seçərlər. Necə? Məsələn, xəstəliklər seçərlər ki, o xəstəlikdə daha çox diqqət görürlər, daha çox qayğı görürlər. Biz bunu ən yüngül forması qripdə görürük. Tez-tez qrip olurlar. Tez-tez qrip olurlar. Məsələn, ay mənim balam, şirin balam, niyə səni qızdırman qalxdı, sən başda orada qayğı göstərilmə. Hətta bunun daha ipokondrik vəziyyətə sürükləyən insanlar var. Xəstəxanalara düşürlər. Evdəkilərin diqqətini görməsə də xəstəxana personalının diqqəti onu orada xoşbəxt edir. İnsanda empatiya zəifliyi təkcə başqalarına qarşı deyil, özünə qarşı da zalımlığa səbəb olur. İnsanda empati hissi başqa insanları özün kimi bilmək və hiss etmək mənasına gəlir. O deməkdir ki, mən qərənfili özüm kimi qavrayıram və onun bütün problemlərini və bütün məsələlərini öz problemim hesab edirəm və bir böyük problemdir. Cəmiyyətdə empatiya zəifləyəndə cəmiyyətdə zalımlıq başlayır. Cəmiyyətdə cinayətlər böyüyür, cəmiyyətdə zorakılıq böyüyür, cəmiyyətdə insanlar bir-birini başa düşmürlər, avtobusda bir-birini itələyir, metroda bir-birinin üstə qışqırır və kobudluğun həddi hüdudu bilinmir. Təsəvvür edin, bir dənə empatiya aradan getsə, cəmiyyət nə vəziyyətə qalar. Və bu vəziyyətin kökü isə bizim özümüzdür. İnsanın birinci özünə qarşı empatiyası zəifləyir, sonra başqalarına qarşı empatiyası zəifləyir. İnsanın özünə qarşı empatiyası zəifləyəndə bu fiziki olaraq özünə zərər verməkdir, yoxsa özün qurbanı eləməkdir? Kiminsə yolunda qurban. Hansını keçibdir? Bax, hamısında təzahür eləyə bilər. Hamısında təzahür. Bu baxır şəxs necə məsələni qiymətləndirir. Məsələn, ola bilər ki, insanın empatiyası zəifləsin, məsələn, özünə qarşı zəifləsin. Onda insan daha çox özünü xərcləməyə baxar. Özünü lazımlı, lazımsız yerdə qurban verər. Və yaxud da ki, bəzən məsələn, insanın özünə empatiyası zəifləyəndə insan uğura çatır. Bu necə baş verir? Çox az yatır, çox işləyir. O deyir, yazıq mən məsələsini ortadan götür. Bəli, yazıq mən məsələsini ortadan götürür və daha böyük, bu müəyyən bir yol məsafəsində insana sərf eləyən məsələdir, lazımlıdır. Amma insan bunu bütün həyatı boyunca özünə yanacaq eləsə, insan tezliklə cismən aradan gedir. Bu baxımdan o qızıl balansı qoruyuruq. Amma yenə də deyirəm, insanın birinci özünə empatiyası olmalıdır ki, bu dəyər anlamında olmalıdır. Başqalarına da dəyər verir. Başqalarına verdiyimiz dəyər, onlara olan qorxumuzdan, onlara olan asılılığımızdan meydana çıxırsa, bu empatiya
yerləncə empatiyası çevriləcək. Mən işim düşəndə o adama münasibətim yaxşı olacaq, işim qutaranda bağda ərik var idi söhbətində, mən o adamla münasibəti kəsəcəm. Və yaxud da ki, empatiya məsələsində yenə mənfəətim varsa və xüsusilə bir nüans var. İnsan asılı olduğu adamlara həmişə içində nifrət gəzir. Aha. Maraqlı. Əgər bu asılılıq sevgi və şuurla deyilsə, Məcburi asılılıqdırsa. bəli, bəli, məcburi asılılıq ki, mən bir var itaətkərcəsinə sevirəm, mənim onun yanında qalmaq yəni mənim xoşdur. O mənim bağlanmışam da və bilmirəm. bu məsəl üçün bu bağlanmanın məhəbbət ipləri var. Amma həmin bağlanmanın asıllıq və məcburiyyət ipləri varsa, onun kökündə nifrət yatır və o nifrət əvvəl-axır o birisinin taxtında verəcək. Hə, əvvəl-axır o nifrət özünü çıxaracaq efirə ki, mən buradayam. Bəli, bəli. İnsanın öz dəyəri olmasa, öz güvəni olmasa, insan empatiya, təkəbbür və bir çox hisslərin sərhədlərini bilməyəcək. Harda bitib, harda başlamalıdır, harda dayanmalıyam, harda getməliyəm. Bunların kökündə birinci özgüvəndir, dəyərdir, natamamlıqdır. Bu hisslər həll olmalıdır. Amma bir məsələ də deyim, bu emosiyalar özü belə nəticədir. Mən niyə dəyərli deyiləm? Mən niyə natamamam? Mən niyə özgüvənsizəm? Bunun kökündə hansısa ciddi səbəblər və ciddi qorxular dayanır. İnsan niyə özgüvənli olmaz? Çünki insan qorxur. İnsan qorxur ki, özgüvənli olsa, hər hansı bir məsələ ilə və məsuliyyətlə daha çox üzləşəcək. İnsanlar uğurdan qorxurlar. Uğur ağır məsuliyyət yükləyir də adam boynuna, məsuliyyətdən qorxurlar. Həm məsuliyyət yükləyir, həm insanı daha böyük mövqelərə aparıb çıxartma təhlükəsini üzbəüz qoyur. Orada özünü ifadə etməlisən. Orada daha böyük arenaya çıxmalısan. Orada daha böyük insanlarla, böyük dedikdə sayca böyük insanlarla münasibətə girməlisən. Və bu məsələdə insan daha çox yatmağı seçər, evdə qalıb işə getməməyi seçər, daha çox məhdudlaşar və bu məhdudlaşmanın kökündə yenə də israr edirəm. İnsanlarla nəticələrlə yox, qorxularla işləmək lazımdır, səbəblər lazımdır. İnsanın ilkin instinktiv olaraq məsələsi qorxudur. Bizi o sağ saxlayan qorxu özün elə yerə vurur ki, biz məcburuq ona tabe oluruq da necəsə şuuraltı ki. Çox təşəkkür edirəm. Bu günlük bu qədər. Sizi çox yormuram. Növbəti suallarımı gələn verilişə saxlayıram. Sağ olun.